Salam, yeni bir video dərslikdə xoş gördüm sizləri. Bu günləri biz 1S-də alıcı və satıcıların uçot hesablarının yaradılmasını öyrənəcəyik. Alıcılarda debitor borc 211.01, alınmış avans 543.01, satıcılarda isə kreditor borc 531.01, verilmiş avans 243.01. Bu hesabları 1S-də necə yaradacağımızı indi izah edirəm. Deməli, kontragentlər bölməsinə daxil oluruq. İlk öncə qovluğun, yəni qrupun özünə hesabları təyin edirik. Daha sonra kontragentlərin özlərinə ayrı-ayrı təyin etməyi də izah edəcəm. Yəni, əgər biz qrupun üzərindən daxil olub hesabı təyin etsək, o qrupun daxilində, məsələn, alıcılar qrupunun daxilində nə qədər kontragent varsa, bu hesablar hamısına şamil edilir. Alıcıların üzərində keçmək düyməsini sıxırıq. Burada kontragentlərlə hesablaşmaların uçot hesabı. Bu bölməyə daxil oluruq. Buradan əlavə et deyirik. Baxın yoldaşlar, belə bir pəncərə açılır. Əgər baxın, pəncərə buradan yuxarı çıxarsa, bu pəncərəni geri gətirmək üçün gəlirik aşağıdan. Pəncərənin vəziyyətini bərpa etmək deyirik. Əvvəlki vəziyyətə geri qayıdır. Yəni, bunu da izah edeyim ki, qarşınıza belə bir hal çıxarsa, vəziyyətdə necə çıxmaq lazımdır, onu biləsiniz. Qarşımıza çıxan pəncərədən alıcılar üçün təyin etdiyimizə görə burada alıcıların hesablaşmalarının uçot hesabı var. Bura daxil oluruq. İstəsək buradan seçim edib həmin hesabı seçə də bilərik və yaxud da daxil olmadan birbaşa 211.01 deyib enter deyirik. Baxaq, 211.01. Baxın, alıcı və sifarişçilərin hesablaşmaları manatla. Təbii ki, bu hesabların hamısı manatladır. Onu da diqqətinizə yetirim. Alınmış avansların uçot hesabı alıcılar üçün. Buna diqqət edin. Alınmış avans 543.01 deyirik, enter deyirik. Hesablaşma növü manatla olduğuna görə birinci seçim. Reglamentləşdirilmiş uçotun valyutası ilə hesablamalar. Bu seçimi seçirik. Yoldaşlar, hesablarımızı daxil etdik. Hesablaşmanı təyin etdik. Qeyd etdirik, OK deyirik. Artıq bu hesab alıcılar qovluğunda bütün kontragentlərə təyin olundu. İndi isə gəlirik. Mal satanlar qovluğunun üzərində dayanırıq. Keçmək deyirik. Kontragentlərlə hesablaşmaların uçot hesabı. Daxil oluruq. Əlavə et deyirik. Burada da hesablaşmanı birinci seçimi seçirik. Amma digər tərəfdə biz mal satanlarda olduğumuza görə mal satanla daha doğrusu birinci mal satanla hesablaşmanın uçot hesabı. Buradan kreditor borc hesabı 531.01 deyirik, enter deyirik. Verilmiş avansların uçot hesabı 243.01 deyirik, enter deyirik. Burada 531.01
243.01 qeyd edirik, OK deyirik. Artıq mal satanlarla da qrupa hesab növlərini təyin etdik. İndi isə gəlin kontragentin özünün daxilində. Kontragentin özünün daxilində də eyni qaydadır. Amma sadəcə olaraq baxın, tutaq ki, Asfen MMC keçmək deyirik, kontragent hesablaşma çot hesabı deyirik, əlavə et deyirik. Baxın, bu Asfen ümumiyyətlə seçdiyimiz kontragent hansıdırsa ona aid olacaq. Yəni kontragentləri ayrı-ayrı da çot hesabı təyin edə bilərik. Bu onun üçündür. Biz bunu etmirik. Qrup halında etmək daha rahatdır. Çünki burada kontragentimiz 50, 100 və yaxud daha çox kontragentimiz ola bilər ki, hamısını bir-bir deyil, qrup halında təyin etməyimiz daha məqsədə uyğundur. Alıcılar və mal satanlara təyin etdik. Digərlərinə yoldaşlar, məsləhət görmürəm. Digərlərində, çünki məsələn dövlət orqanlarında hesab növləri ayrı-ayrı olduğuna görə bunu qrup şəklində təyin etsək, o düzgün verməyəcək. Ona görə də onlarda kontragentlərin özlərində hesab növlərini təyin etmək daha doğru olar. Bu günlük bu qədər. Kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Növbəti video dərslikdə görüşmək ümidi ilə salamat qalın.